Bismillahirrahmanirrahim. Qeybət və dedikodu insanın dili ilə başqasının haqqına toxunmasıdır. Bu davranış bəzən adi söhbət kimi qəbul edilsə də, həm əxlaqi, həm də ictimai baxımdan ciddi zərərlər yaradır. Din və sağlam düşüncə insanı başqasının eybini axtarmaqdan deyil, öz davranışını düzəltməkdən məsul tutur. Quran-ı Kərimdə insanın başqasının arxasınca danışması xoşagəlməz bir əməl kimi qeyd edilir. Bu xəbərdarlığın məqsədi cəmiyyətdə hörmət və etimad mühitini qorumaqdır. Çünki qeybət yayıldıqca insanlar bir-birinə qarşı ehtiyatlı və şübhəli olur. Səmimi münasibətlər zəifləyir. Dedikodu çox vaxt dəqiq məlumata əsaslanmır. Yarımçıq və yoxlanılmamış sözlər insanların nüfuzuna xələl gətirir, haqsız ittihamlara səbəb olur. Ədalət anlayışı isə həm dini, həm də insani baxımdan sözə məsuliyyətlə yanaşmağı tələb edir. Əxlaqlı insan dili ilə başqasını incitməməyə çalışır. İslam əxlaqında başqasının eybini örtmək, mümkün olduqda xeyirli söz demək və ya susmaq tövsiyə olunur. Bu yanaşma insanın mənəvi səviyyəsini yüksəltməklə yanaşı, cəmiyyətdə sakitlik və qarşılıqlı hörmət yaradır. Nəticə olaraq, qeybətdən uzaq durmaq təkcə dini bir tövsiyə deyil, sağlam cəmiyyət üçün zəruri bir davranışdır. Dilinə sahib çıxan insan həm öz hörmətini qoruyur, həm də başqalarının haqqına girmir. Belə bir mühitdə etibar güclənir, insanlar arasında münasibətlər daha sağlam formalaşır.